Salam hörmətli tamaşaçılar. Bugün informasiya proqramının bu saat olan xəbərlər buraxılışı efirdədir. Studiyada Şəmsdan Fikrətlidir. Yanvarın 18-də Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Qubadlı Əlahiddə Sərhəd Diviziyasının yeni qərargah binası istifadəyə verilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib. Cənab General Polkovnik, Qubadlı Əlahiddə Sərhəd Diviziyasının şəxsiyyəti rəsmi hazırdır. Ərz etdi Dövlət Sərhəd Xidməti Rəisinin müavini, Sərhəd Qoşunları Komandanı General Leytenant Məmmədov. Salam sərhədçilər. Xidmət müddətini bitirmiş hərbi qulluqçularımızın tərxis edilməsi, yeni bina komplekslərinin açılışı münasibəti ilə sizləri təbrik edirəm. Sağ ol. Azərbaycan Respublikasına xidmət edirəm. Təbrik edirəm. Sağ ol. Azərbaycan Respublikasına xidmət edirəm. Təbrik edirəm. Sağ ol. Azərbaycan Respublikasına xidmət edirəm. Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin edən qalib silahlı qüvvələrin tərkib hissəsi olan Dövlət Sərhəd Xidmət sıralarında həqiqi hərbi xidmət keçməkdən qürur duyur və əskər yoldaşlarım adından sizi əmin edirəm ki, Azərbaycan sərhədçisi adını hər zaman dörd tutacaq Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyevə daim sadiq qalacaq, ölkəmizin inkişafı naminə vətənimə və xalqıma sədaqətlə xidmət edəcək. Sərhədçi olmağımızla Sumqayıt şəhər Heydər Əliyev mərkəzində vətənpərvərliyin təbliğatı istiqamətində görülən işlər və mənfi təzahürlər mövzusunda dərmi məsa keçirilib. Sumqayıt şəhər Heydər Əliyev mərkəzində vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər mövzusunda dərmi masa keçirilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbiri adı çəkilən qurumun Sumqayıt şəhər təşkilatının sədri Sovet Şükürov açıb. Çıxışında dövlətimizin qazilərə, müharibə əlillərinə, şəhid ailələrinə olan diqqətindən bəhs edən Sovet Şükürov bütün bunların cəmiyyətdə də böyük məmnunluq doğurduğunu qeyd edib. Respublikamızın hər yerində olduğu kimi
ölkəmizin Sumqayıtda da bu istiqamətdə mühüm addımların atıldığını bildirən Sovet Şükürov, veteran və qazilərə göstərilən dəstəyə görə dövlət başçısına təşəkkür edib. Sumqayıt şəhər icra hakimiyyətinin xidmətlərinə diqqət çəkib. Bununla yanaşı son vaxtlar bəzi şəxslərin qazi adından sui-istifadə etdiyini vurğulayan Sovet Şükürov, bu cür halların arzu edilməz olduğunu qeyd edib. Daha sonra geniş məruzə ilə çıxış edən müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri müavini Polkovnik Cəlil Xəlilov qazilərə, o cümlədən şəhid ailələri və müharibə əlillərinə göstərilən dövlət qayğısına diqqət çəkib. Polkovnik qeyd edib ki, bütün müsbət tendensiyalara rəğmən bəzən mənfi təzahürlərə də rast gəlinir ki, bunlardan da biri bəzi şəxslərin özünə heç bir əsas olmadan qazi kimi təqdim etməsi ilə bağlıdır. Bugün narahat edən məqamlar da var, məsələlər də var. Ona görə biz regionlarda, rayonlarda dəyərli masalar keçiririk. Həm veteranların narahat edən problemləri öyrəndik, onların dövlət orqanlarına çatdırılmasını təşkil edirik. Həm də ki, bəzən o etik normalara, bəzən veteran adına yaraşmayan hərəkətlərə yol verdiklərinə görə biz öz aramızda veteranlar arasında məsələləri müzakirə edirik və bəzi, necə deyim, dırnaqarası veteranları bu məsələlərdən çəkindirməsi barədə tədbirlərin görülməsi üçün, onların bəzilərinin qınaq obyektinə çevrilməsi üçün elə veteranlar özləri təkliflər verirlər, ideyalar verirlər. Biz bunun üçün də mübarizə aparırıq ki, onlar cəmiyyətdə sayılıb seçilsinlər, veteran adına layiqli, necə deyim, hərəkətlər etsinlər. Bəziləri heç veteran adı, statusu yoxdur, hərbi formanı geyib, gedib hansısa icra hakimiyyətlərinə və yaxud da hansısa dövlət orqanlarına qarşı təzyiqlərdə iştirak edirlər. Bu, veterana yaraşan hərəkət deyil. Azərbaycan dövlətində qanunvericilik var, qaydalar var. Əgər veteranın da hansı problemləri var, məsələləri var, onlar hüquqi yolla həllini tapmalıdır. Hüquqi müstəvidə bunu həll etməlidirlər. Təzyiq forması kimi yox. Tədbirdə çıxış edən Qarabağ Əlillər Cəmiyyətinin nümayəndəsi Nəzakət İsmailova da dövlətin qazi və şəhid ailələrinə diqqətini qeyd etməklə yanaşı, bəzi qazilərin müxtəlif əsassız iddia və tələblərlə çıxış etdiyini bildirib. Tədbirdə çıxış edən əmək veteranları və qazilər də dövlətin onlara olan qayğısını qeyd etməklə yanaşı, qazi adından sui-istifadənə yol verilməz olduğunu bildirib. Bu cür hallara qarşı birgə mübarizənin zəruriliyini vurğulayıblar. Şəmstan Fikrətli, Elbrus İsmailov, Dünya TV. Sumqayıtda küçə və prospektlərin, mikrorayon və məhəllələrin mərhələli şəkildə dezinfeksiyası aparılır. Sumqayıt şəhərində davamlı olaraq dezinfeksiya işləri aparılır. Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin tabeliyində olan mənzil kommunal sahələrin əməkdaşları tərəfindən gündəlik olaraq bütün mikrorayon və məhəllələr, şəhərin hər bir yeri dezinfeksiya edilir. Bunun üçün bütün lazımi avadanlıq və dərmanlar mövcuddur. Bildirək ki, Azərbaycanda koronavirusla bağlı məsələ ölkə prezidenti İlham Əliyev tərəfindən də elə ilk gündən nəzarətdə saxlanılıb. Ölkəmizdə ilk koronavirus infeksiyasına yoluxma faktı qeydə alınan kimi, ölkə başçısının tapşırığı ilə Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb. Sumqayıt şəhərində yaradılmış komissiya tərəfindən də şəhər sakinləri arasında maarifləndirici tədbirlər görülür. Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara əməl olunmasına ciddi şəkildə nəzarət həyata keçirilir. Bildirək ki, şəhərdə fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət, gənclər, sənaye, nəqliyyat, yataqxana, böyük ticarət mərkəzləri, avtovağzal, dəmir yolunda və şəhərin müxtəlif yerlərində qrafik üzrə müntəzəm olaraq tibbi profilaktik dezinfeksiya işləri aparılıb və bu gün də aparılmaqdadır. Şəmstan Fikrətli, Elbrus İsmailov, Dünya TV. Azərbaycan Respublikasının əməkdar idman ustası, taekvondo üzrə dünya və Avropa çempionu, 28-ci Afina Yay Olimpiya oyunlarının iştirakçısı Niyaməddin Paşayevin Sumqayıtda şagirdlərlə görüşü keçirilib. Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəli sükutla yad edilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə çempionumuz layihəsi çərçivəsində tərəqqi medalçısı, Azərbaycan Respublikasının əməkdar idman ustası, taekvondo üzrə dünya və Avropa çempionu, 28-ci Afina Yay Olimpiya
Olimpiya oyunlarının iştirakçısı Niyaməddin Paşayevin şagirdlərlə görüşü keçirilib. Çıxış edən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov bildirib ki, tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, yeni nəslin sağlamlığının qorunması, narkotik vasitələr və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırış, hər bir yaş kateqoriyası üçün bədən tərbiyəsi və idmanın təbliği, uşaq yeniyetmə və gənclərin cəmiyyətə sağlam inteqrasiyasıdır. Elgün Hümbətov onu da bildirib ki, bütöv Azərbaycanın fonunda son illər özünün yeni inkişaf dövrünü yaşayan Sumqayıtın sosial-iqtisadi mənzərəsi və elmi-mədəni həyatı Azərbaycanın müasir nailiyyətlərini özündə dolğun təcəssüm etdirir. Sumqayıtda aparılan geniş miqyaslı abadlıq quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, Prezident İlham Əliyevin şəhərimizin inkişafına, çiçəklənməsinə göstərdiyi diqqətin, qayğının bariz nümunələrindəndir. Bir nömrəli məktəbin tədris hissə müdiri Təranə İskəndərova keçirilən bu cür tədbirlərin şagirdlərin gələcək həyatlarında müsbət rol oynayacağını bildirib. Çıxış edən taekvondo üzrə dünya və Avropa çempionu Niyaməddin Paşayev hər kəsi salamlayıb və tədbirin əhəmiyyətindən danışıb. Çıxışlardan sonra şagirdlər onları maraqlandıran sualları Niyaməddin Paşayevə ünvanlayıblar. Tədbir diskussiya şəklində davam etdirilib. Şəmistan Fikrətli, Elbrus İsmailov, Dünya TV. 20 yanvar faciəsinin 32-ci il dönümü və sinif otaqlarına şəhidlərin adlarının verilməsi münasibəti ilə Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbdə tədbir təşkil olunub. Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbdə 20 yanvar faciəsinin 32-ci il dönümü, eyni zamanda məktəbin sinif otaqlarına şəhidlərin adlarının verilməsi münasibəti ilə tədbir keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəli sükutla yad edilib. Tədbirdə açılış nitqi ilə çıxış edən məktəbin direktoru Sevil Behbudbəyli şəhidlərimizin hər zaman qəlbimizdə yaşayacağını və onların xatirəsinin əbədi tutulacağını bildirib. Direktor müavini Nazilə Əsgərova bu kimi tədbirlərin şagirdlərin gələcəyində mühüm rol oynayacağını qeyd edib. Təhsil şöbəsi müdiri Arzu Alızadə bildirib ki, Sumqayıt məktəblərində mütəmadi olaraq vətənpərvərlik ruhunda tədbirlər keçirilir. Bu da şagirdlərin milli ruhda böyüməsinə təkan verir. Çıxışlardan sonra sinif otaqlarına adları veriləcək şəhidlərimizin şəkillərinin əks olunduğu lövhələr onların doğmalarına təqdim olunub. Bildirək ki, 20 yanvar faciəsi xalqımızın tarixində əbədi olaraq qalacaq. 1990-cı il yanvar faciəsini aparan yol, Azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib. Lövhələrin təqdim etmə mərasimindən sonra şagirdlər vətənpərvərlik ruhunda kompozisiyalarla çıxışlar ediblər. Elə başıma şax salmaq istəyirdim ki, əyilməz Poladın nurani üzü gəldi gözümə və qamətimi dərhal düzəldib topçu sal kimi dayandım. Daşısa da qəlbində min şəhid dağı, işğaldan azaddır vətən torpağı. Mən 20 yanvar faciəsində TAP güllələrdən ölənlərdən biri olan İlqar İbrahimova. Mən Bakının 167 saylı tam orta məktəbində 7A sinifində oxuyurdum. Mən ölməmişəm. Nə qədər ki, siz bizi yada salacaqsınız, biz ölməyik. Bizim yarımçıq qalmış arzularımızı bu uşaqlar həyata keçirəcək. Tədbirin sonunda çıxış edən milli qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova balaca fidanlara gələcək həyatlarında uğurlar arzulayıb. Şəmistan Fikrətli, Elbrus İsmailov, Dünya TV. Qış aylarında hava şəraitinin bu qədər mülayim keçməsi kənd təsərrüfatı sahəsində çalışan fermerləri artıq narahat edir. Bəs Suvarma Sistemləri İdarəsi hansı qabaqlayıcı tədbirləri həyata keçirir? Ətraflı əməkdaşlarımızın Şəmkir rayonundan hazırladığı növbəti video materialda.
Qış aylarında hava şəraitinin bu qədər mülayim keçməsi kənd təsərrüfatı sahəsində çalışan fermerləri narahat edir. Onların fikrincə yağıntının az olması səbəbindən məhsuldarlıq aşağı düşəcək. Bu isə ərzaq qıtlığına səbəb ola bilər. Fermerlərin sözlərinə görə qışın bu aylarında taxıl 2-3 ay qarın altında nəmli qalmalıdır. Bu taxılın inkişafı ilə yanaşı, sahələrdə olan ziyanvericilərin də məhv edilməsinə köməklik edir. Lakin yanvar ayının 19 olmasına baxmayaraq, hələ də qarın, hətta yağışın yağmaması taxılçılıqla yanaşı kənd təsərrüfatının bütün sahələrinə mənfi təsirini göstərəcək. Taxılçılığa belə məhsul bitir. Taxılı payızdan əkirik. Bir dəfə sulamışıq. Su ilə taxıl əmələ gəlmir. Dekabr, yanvar, fevral bu aylarda taxıl qarın nəmlikdə durmalıdır. İndi hal-hazırda belə sulamaqla bu məhsulları aşağı düşür. 30 hektarda belə yağış qarı olmadığından bizləri artsanlardan, su idarəsinin suyu ilə opşun başa çatdırmışıq. İndi bu qar yağış olmadığına görə biz indi ikinci etabı gözləyirik ki, nətər sulayacaq. Əgər bu qar yağış olsa, biz bu perondan çıxacaq. Qışın ən sərt aylarında havanın belə mülayim keçməsi fermerlərlə birlikdə Şəmkir Suvarma Sistemləri İdarəsində narahat edir. İdarənin baş mühəndisi Rəşad Allahyarovun sözlərinə görə bu böhrandan çıxmaq üçün idarənin əməkdaşları tərəfindən suyun bir damcısının belə etkiyə getməməsi üçün arx və kanallarda əsaslı və cari təmir işləri aparılıb. Şəmkir Suvarma Sistemləri İdarəsi ümumi olaraq Şəmkir rayonu ərazisində 45 hektar ərazinin əkin sahəsinin suvarılmasına xidmət edir. Havaların quraq keçməsindən asılı olaraq biz əslində oktyabr, noyabr, dekabr aylarında taxılın birinci suyunu qurtarmalıydıq. Lakin suların az olması Şəmkir çayında, eyni zamanda Zəyəm çayında suyun az olması ilə bağlı hal-hazırda da suvarma suyu davam etdirilir. Su işçisinin qarşısını almaq üçün kanalların lildən və şolkosdan təmizlənmə işləsinə başlamışıq. Qeyd edək ki, su mənbələrində suvarma suyunun az olması səbəbindən əsasən suvarma üçün subartezian quyularından istifadə edilir. Şəmkir Suvarma Sistemləri İdarəsinin balansında olan 861 subartezian quyusundan isə hazırda 827-si işlək vəziyyətdədir. Bu da sahələrin suvarılmasını hələ ki təmin edir. Suvarma Sistemləri İdarəsinin balansında 930 km kanal vardır ki, bundan da 30 km beton üzlüklüdür. Bu il üçün də nəzərdə tutulan Pambıq kanalında 3 km beton üzlüyü alınması keçirilmişdir. İdarəmizin balansında 861 subartezian quyusu mövcuddur. Onlardan 34-ü passivdir, 827-si hazırda işlək vəziyyətdədir. Subartezian quyularının altında fəaliyyət göstərən əkin sahələrini demək olar ki, suvarma öcəyi yekunlaşmaq üzrədir, çox az qalmışdır. Şəmstan Fikrətli, Kamran Əskiparalı, Rüfət Tağıyev, Dünya TV. Goranboyun Tapqaraqoyunlu kəndinin ərazisində malqaranı çaydan çıxaran 26 yaşlı sakin minaya düşüb. Bugün partlayan minanın sel sularının gətirdiyi iddia edilir. 26 yaşlı kənd sakini minaya düşüb. Hadisə Goranboyun Tapqaraqoyunlu kəndinin ərazisində qeydə alınıb. Kənd sakini Vüqar Məmmədov özlərinə məxsus heyvanları incə çaydan çıxaran zaman minaya düşüb. Yaralı özünü itirməyərək dostlarını köməyə çağırıb. Yaralı Goranboy rayon xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat masasına qaldırılan kənd sakininin sol ayağı dizdən aşağı hissədən amputasiya olunub. Bir bacının yeganə qardaşı olan Vüqar Məmmədovun doğmaları həmin ərazidə kənd sakinlərinin gedib gəldiyini, malqaranın ərazidə otladığını bildiriblər. Bugün partlayan minanın isə sel sularının gətirdiyini iddia ediblər. Hadisə incə çaya gedib, onu sel suyu ilə gətirib. Nədir? O heyvanlarımıza da bəri qaytaranda düşüb mina. Paslayanı gedib gəlinən yerdir, digərinəsə indi su açılır. Nə tər olsa sel mi gətirir, su mu gətirir. Orada heyvanı mən özüm həmişə gedib oradan qaytaran bir arvad idim. Heç elə şeyə rast gəlməmişdik. Elə hinçiyə yenib heyvan, hinçiyə yenəndə orada ayağı ilişdiyindən ayağını aparıb, nə bəbir. Amma mənim özüm elə müharibə dövründən o hinçiyə yenmişəm, heyvan güllə atıla. Mən belə şey görməmişdim. İndi də əlbət onu sel gətirib. Nə gətiribsə balamın ayağını ilişib, balamın ayağını aparıb. Nə bəbir. Gəldim, dedilər ki, belə, indi soruşdum uşaqlardan, dedilər ki, elə bizim o mallar otlayan yerdir, belə orada sel gətirir, cəmaət hamı oyunun hərindən biri yerdir. O nətər olub mən bilmirəm. Mən özüm qaziyəm. Bütün o döyüşlərin hamısında, ondan sonra bilirəm harada mina var. Həmən yerdə mina ola bilməzdir. Nəsə sel gətirir, nə qarı və ayağı dolaşır, dəyib, partlayıb. Demək olar, bir gün günorta saatlarında Tapqaraqoyunlu sakini Məmmədov Vüqar Maqsudoğlu Goranboy rayon mərkəz xəstəxanasına gətirilmişdir. Demələrinə görə o mina xəsarəti almışdır. Goranboy rayon mərkəz xəstəxanasında cərrahlar tərəfindən yardım edilibdir. Xəstəyə baxılıbdır. Xəstənin sol ayağı dizdən aşağı amputasiya olunubdur. Hal-hazırda xəstə reanimasiya şöbəsində yerləşdirilir və vəziyyəti orta kafidir.
Baş verən hadisə ilə bağlı rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Məhkəmə tibbi ekspertiza təyin edilib. Digər prosesual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla Vüqar Məmmədovun kənd təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minə düşməsi nəticəsində sol ayağının travmatik amputasiya olunması müəyyən edilib. Şəmsistan Fikrətli Rahim İbrahimoğlu, Dünya TV. Zaqatalada narkotik istifadə edən taksi sürücüsü və sərnişin saxlanılıb. Zaqatala rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə narkotik vasitənin təsiri altında sərnişin daşıma fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan rayonun Aşağı Tala kənd sakini Elman Tatayevin idarə etdiyi Vaz 2106 markalı avtomobilin sürücüsü nəzarət yoxlama qaydasında saxlanılıb. Sürücü və nəqliyyat vasitəsində olan sərnişin Aydın Ağayevdə sərxoşluq əlamətlər hiss edildiyindən onlar şöbəyə gətirilib. Hər iki şəxsə təyin edilən ekspertizanın rəyinə əsasən onların marixuana qəbul etdikləri məlum olub. Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində yol patrul xidməti əməkdaşları ilə birgə xidmət aparan zaman 62 BF 786 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü yol hərəkəti qaydalarını pozduğuna görə tərəfimizdən saxlanıldı. Yoxlama zamanı sürücü marixuana istifadə etməsinə dair əsaslı şübhələr yaratdığı üçün tərəfimizdən həkim müayinəsinə aparıldı. Həkim müayinəsində aşkar oldu ki, sürücü marixuanadan istifadə edərək avtomaşını idarə edir. Digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan Elman Tatayev və sərnişin Aydın Ağayev barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb. İmişlidə biri qadın olmaqla 3 nəfər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılıb. İmişli rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Onun evinə keçirilən baxış zamanı isə oradan axtarışda olan qadın aşkarlanıb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Bəhramtəpə qəsəbə sakini Yadigar Nəsirov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı psixotrop maddə olan metafetamin aşkarlanıb. Dindirilmə zamanı Yadigar Nəsirov narkotik maddəni tanışı Füzuli adlı şəxsdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq rayon sakini əvvəllər dəfələrlə narkotiklərə görə məhkum olunmuş Füzuli Gəncəliyevdə saxlanılaraq istintaqa təqdim edilib. Onun yaşadığı evə keçirilən baxış zamanı isə telefon bükümlərdə patı və şüşə adlanan psixotrop maddə metafetamin və heroin, eləcə də 2 ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb. Bundan əlavə şöbə əməkdaşları tərəfindən Füzuli Gəncəliyevin evində axtarış aparılan zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə axtarışda olan İmişli rayon sakini Aytac Əhmədova da aşkarlanıb və o saxlanılaraq rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilib. Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırmalar davam etdirilir. Şəmsistan Fikrətli Aydın Yavərzadə, Dünya TV. Göyçayda 11-ci sinif şagirdi olan nişanlı qız zəhərlənərək ölüb. Göyçay rayonunda zəhərlənən yeniyetmə qız dünyasını dəyişib. Hadisə rayonun Şıxəmir kəndində qeydə alınıb. Kənd sakini 2005-ci il təvəllüdlü İsmailova Aysun Habil qızı yaşadığı evdə zəhərlənib. Onun maye qazın otağa sızması nəticəsində zəhərləndiyi bildirilir. Hadisə zamanı ailə üzvləri evdə olmayıb. Təbii qazdan evə qaz sızma nəticəsində zəhərlənib. Bunu analizə götürüblər, müayinə də edilib. Uşaq yəni belə indi hadisədir baş verib. Aparmış uşağı aparıblar bəli, mərkəz xəstəxanaya, Göyçay rayon mərkəz xəstəxanasına. Koma vəziyyətində olub uşaq orada çatanda. Reanimasiyada olub, elə bir sutka orada qalandan sonra uşağı orada ambulans təşkil ediblər. Həmin ambulansla da Bakı Toksimatologiya şöbəsinə Semaşkiyə aparmış. Orada da o uşaq 2 saat, 3 saat belə qalardı, məsələn 2 saat. Bununla da uşaq dünyasını dəyişib. Məlumata görə Aysun İsmailova gündüz vaxtı evdə tək olduğu üçün yeməyi bişirdikdən sonra qaz sobasını söndürərək yatıb. Qaz krantını səhv bağladığı üçün mavi yanacaq otağa dolub. Aysun yuxuda olarkən zəhərlənib. O yuxudan ailən kimi dayısı qızına və atasına zəng edərək boğulduğunu deyib.
onları köməyə çağırıb. Atası Habil İsmailov evə qayıdarkən qızının halının pis olduğunu görüb. Onu dərhal Göyçay rayon mərkəzi xəstəxanasına aparıb. Vəziyyəti ağırlaşan Aysun İsmailova müalicə üçün təcil olaraq Bakıdakı Respublika Toksikoloji Mərkəzinə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq Aysun İsmailova xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, Məlikkənd Kəntam Orta Məktəbinin 11-ci sinif şagirdi olan Aysun İsmailova əmisi oğlu ilə nişanlı olub. Bu günlərdə qız və oğlanın atası birləşərək onlar üçün ev tikirdi. 2 il sonra onlara toy mərasimi etməyə hazırlaşırdılar. Bəzi insanlar qızın intihar etdiyini desələr də, araşdırmalar zamanı Aysun İsmailovanın təbii qazdan zəhərlənərək öldüyü məlum olub. Onun meyidi müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb, nümunələr götürülüb. Faktla bağlı Göyçay rayon prokurorluğu tərəfindən araşdırma aparılır. Şəmstan Fikrətli, Aqil Əsədov, Xəyyam Şükürov, Dünya TV. Səssiz və iysiz ölüm daha bir can alıb. Yenicə hərbi xidmətdən qayıdan 20 yaşlı İsmailli sakini dəm qazından boğulub. İsmailli rayonunda gənc oğlan dəm qazından zəhərlənərək dünyasını dəyişib. Hadisə rayonun Müdrisə kəndində qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdü Hüseynov Süleyman Faiqoğlu yaşadığı evin hamam otağında çimərkən qustar üsulla quraşdırılan su qızdırıcısının içəri buraxdığı dəm qazı səbəbindən zəhərlənib. Ailə üzvləri hadisədən gec xəbər tutub. Onu huşsuz vəziyyətdə yerə yıxıldığını görən valideynləri təcili olaraq İsmailli rayon mərkəzi xəstəxanasına aparsa da orada dünyasını dəyişib. Hüseynov Süleyman Faiqoğlu saat 11:27 radələrində öz şəxsi avtomobilləri ilə İsmailli rayon mərkəzi xəstəxanasının acil şöbəsinə gətirilmiş, ilkin müayinə zamanı xəstənin öldüyü aşkar edilmişdir. Meyit müayinə olunmaqdan ötürü Patoloji Anatomiya Birliyinin İsmailli rayon şöbəsinə təhvil verilmişdir. Qeyd edək ki, 2 gün öncə Ensali hərbi hissədə əsgəri xidmətini başa vuraraq evə qayıdan Süleyman Hüseynovun yanvarın 24-də 20 yaşı tamam olacaqdı. Faktla bağlı İsmailli rayon prokurorluğu tərəfindən araşdırma aparılır. Şəmstan Fikrətli, Rafiq Həsənov, Elçin Məlikov, Dünya TV. Qəbələ rayonunda avtomobil gənc oğlanı vuraraq öldürüb. Hadisə şahidlərinin sözlərinə görə sürücü yuxulu vəziyyətdə sükan arxasında olub. Hadisə Qara Məryəm İsmailli Şəki magistral yolunun Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 36 yaşlı Eldəniz İsmailovun idarə etdiyi Toyota markalı avtomobillə Şəkidən Qəbələ istiqamətində hərəkətdə olarkən piyada, yol kənarında dayanan 22 yaşlı İsmail Adıgözəlovu vuraraq öldürüb. Uşaq yolun qırağında 3 metr ərazidə dayanıb işə getmək üçün maşın gözləyirdi, avtomobil gözləyirdi. Uşağa yoldan maşın çıxdı, vurdu, təxminən 20-21 metr tulladı uşağı. Mən gördüm ki, sürücü yuxuludur. Həmin də sürücü 150 metr aralaşandan, 100 metr aralaşandan sonra çönüb qayıtdı. Sürücü heç sükanı itirmişdi. Sürücü tormozdan istifadə etmədi. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. İstintaq aparılır. Şəmstan Fikrətli, Rəhman Həkimzadə, Ceyhun Əhmədov, Dünya TV. Oğuz rayonunda zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər xəsarət alıb. Hadisə Oğuz-Bayan avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Kamaz, Mercedes və Qaz 3110 markalı avtomobillərin toqquşması nəticəsində sonuncu avtomobildə olan sürücü və daha 2 nəfər xəsarət alıb. Yaralılar Oğuz rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. Şəmstan Fikrətli, Rəhman Həkimzadə, Ceyhun Əhmədov, Dünya TV. Gəncə polisi daha bir uğurlu əməliyyat həyata keçirib. Qızıl zinət əşyaları uğurlayan və qanunsuz olaraq odlu silah əldə edib saxlayan şəxslər tutulub. Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində şəhər ərazisində oğurluq hadisəsi törədən şəxs saxlanılıb. Aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini Ruslan Yusifov şəhər sakininin məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 2000 manat olan qızıl zinət əşyalarını uğurlayıb. İşte məhəllədə işim yox, evdə işim yox, işıq kəsiliydi. Məhəllədə bir dəmir vardı, məhəllənin dəmiri. Onunla qapını aynan açdım, girdim məxmədə, evin içinə. Girdim, spalniyə keçdim, tımışqan açdım, qab var, qızıl var içində. 200'lük, bir dənə baslet. Getdim, çıxdım. Səhər açıldı, getdim Şəmşir, və onu satdım. Hamısı bir yerdə 1100 man payladı. Yarı ehtiyacım üçün oldu, yarı da
narkotik istifadə edəcəyimiz. Bundan başqa Baş İdarənin Nizami rayon polis idarəsinin ərazi üzrə polis bölməsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısını alması istiqamətində keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Bəxtiyar Əhmədov saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılan istintaq əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki yaşayışı olmayan evlərdən birində gizlətdiyi bir ədəd yivli toz 8 tüfəngi aşkar edilərək götürülüb. Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir. Dəmir axtarıb satırdım ki, balamı dolandırım. Yəni o momenti axtaran vaxtı çayın qırağına düşmüşdüm. Gördüm bir salafon var. Salafanı tərpətdim ki, içində yəqin ki, dəmir olar, güman ki. Gördüm, dəmir deyəndə toşnu dəmir idi, silah idi. Və mən onu ev aparmadım ki, uşaq bir vəsat törədər, nə də başqa bir məqsədlə də onu mənimsəmədim ki, aymanın nəsə bir, nə düşmanını döyüləm, nə düşmanım yox. Ki, mən onu saxlayayım özümdə nəsə bir vəsat törətməkdən ötürü. Sadəcə olaraq bir bəzək əşyası kimi nəzərimdə saxladım ki, bir antikvar formasında. Şəmistan Fikrətli, Nazir Quliyev, Dünya TV. Azərbaycan Respublikasında koronavirus infeksiyasına 1151 yeni yoluxma faktı qeydə alınıb. 543 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 628.166 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 610.023 nəfər müalicə olunaraq sağalıb. 8550 nəfər vəfat edib. Aktiv xəstə sayı 9593 nəfərdir. Son sutq ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9344, ötən müddət ərzində isə ümumilikdə 6.028.671 test aparılıb. Hava haqqında məlumatı təqdim edirik. Yanvar 20-sində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-3 dərəcə isti, Bakıda gecə və gündüz 1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Bugün informasiya proqramından bu saata çatdıracaqlarımız bu qədər. Sağ olun, salamat qalın.